Salam uşaqlar, biz bugün həndəsənin əsas ilk anlayışları, əsas anlayışları ilə danışacağıq. Demək, həndəsə ümumiyyətlə iki bölməyə bölünür. Biri planimetriya kursu, biri planimetriyadır, biri də stirometriya. Planimetriya həndəsə müstəvi üzərində fiqurları öyrənir. Məsəl üçün, düz xətt, şua, parça, bucaq, dörd bucaqlı, üç bucaqlı, çevrə və s. Stirometriya fəzanı öyrənir. Demək, indi biz müstəvi fiqurlarını öyrənməyə başlayacağıq, əsasən sizlə. Demək, düz xətt nədir? Düz xətt sonsuzdur. Nə onun başlanğıcı var, nə də sonu var. Sonsuz xırda-xırda nöqtələr çoxluğunun düzlüşüdür. Yəni, düz xətt sonsuzdur. Nə başlanğıcı var, nə sonu var. Düz xətt kiçik a hərfi ilə işarə olunur və yaxud da ki, düz xəttin üzərində hər hansı bir a və b böyük hərflər yazılarsa, AB kimi də işarə olunur. Demək, düz xətt verilir. Demək, düz xəttin üzərində İstənilən nöqtələr də ola bilər, ona aid olan, ona aid olmayan nöqtələr var. Baxın, mən məsəl üçün belə bir yad verirəm, ABC, DE. Burada düz xətt üzərində olan 3 dənə nöqtə var, düz xəttə aid olmayan 2 dənə nöqtə var. Yəni, düz xətt üzərində ona aid olan və aid olmayan nöqtələr vardır. Düz xəttlər ümumiyyətlə 3 vəziyyətdə olur bilirlər. Adətən biri paralel olurlar, yəni kəsişmirlər. Baxın, A, B. Heç bir ortaq nöqtələri yoxdur. A paralel B-yə. Və yaxud da ki, ikinci halda kəsişərlər. A, B. Baxın, A və B kəsişir. Üçüncü halda üst-üstə düşürlər. Yəni, eyni düz xətt olur. İkisi də bir-birinin üstünə düşürsə, bu olur eyni düz xətt. Yəni, bunlar olur eyni düz xətt. Bu belə. Düz xətt dedik sonsuzdur. Baxın, düz xətt bir nöqtə verilibsə, bu nöqtədən istənilən sayda düz xətt keçirmək olar. Demək, bir nöqtədən sonsuz sayda düz xətt keçirmək olar. Amma 2 dənə nöqtədən bir dənə düz xətt keçirmək olur. İkinci bir düz xətt keçirilmir. Demək, bir düz xətt üzərindən sonsuz sayda, bir nöqtədən sonsuz sayda düz xətt keçər. 2 nöqtədən isə bir dənə düz xətt keçər. Demək, düz xətt müstəvini, ümumiyyətlə düz xətt müstəvini 2 yarım müstəviyə ayırır. Baxın, bu düz xətti, bu müstəvini bir yarım müstəvi, bax, bu nöqtələr var. Digər yarım müstəvidə də bu nöqtələr var. Demək, düz xətt müstəvini 2 yarım müstəviyə ayırır. Bu düz xətt. Bəs şua nədir? Bir tərəfdən məhdud olunmuş, yəni bağlanmış düz xətt hissəsinə şua deyilir. Baxın, bu şuadır. Düz xətt bir tərəfdən məhdud olunmuş düz xətt hissəsinə şua deyilir. Məsələn, baxın, bu şua belə işarə olunur. Buradan O qoyaram, buradan A hərfi. O, A şuası və yaxud da ki, A, B şuası. Belə də işarə olunur. A, B şuası. Çünki baxın, sonsuz sayda arxasından nöqtəni bu tərəfdə qoymamışam. Bax, burada qoymuşam. Bu da olur AB şuası. Burada O nöqtəsi, burada da A nöqtəsi şuanın başlanğıc nöqtəsidir. Demək, bu da şuadır. İndi uşaqlar, şua üzərində məsəl üçün, N nöqtə qoyulubsa,
Baxın, şua üzərində və yaxud bağış düz xətt üzərində n dənə nöqtə varsa, 2n şua var. Düz xətt üzərində n nöqtə varsa, 2n şua var. Məsəl üçün, düz xətt üzərində 5 dənə nöqtə var. 5 dənə nöqtə qoyuram. Buradan 2-ni 5-ə vururam. Bərabərdir 10 dənə şua var. Düz xətt üzərində 5 dənə nöqtə qoydum və 10 dənə şua var. Demək, düz xətt üzərində n dənə şua varsa, nöqtə varsa 2n şua var. Məsəl üçün, düz xətt üzərində 8 nöqtə var. Neçə dənə indi şua olacaq? 8 vurulsun 2, 16 dənə şua. Bu belə. Amma şua üzərində, uşaqlar, baxın, şua üzərində neçə dənə nöqtə varsa, o qədər də şua var. Düz xətt üzərində 2n-dir, şua üzərində isə nə qədər şua varsa, o qədər də, nə qədər nöqtə varsa, o qədər də şua var. Demək, bəs parça nədir? Şuadan bu qədər. Parça hər iki tərəfdən məhdud olunmuş. Yəni, düz xətt hissəsinə parça deyilir. Parçalar AB və yaxud da ki, BA kimi də işarə oluna bilər. Burada AB kimi də deyə bilərsən, BA kimi də deyə bilərsən. Baxın, parçanın bu uc nöqtələri mütləq bu parçaya aiddir. Baxın, parçanın uzunluğu isə bu iki nöqtə arasındakı məsafəyə deyilir. Demək, parçanın uzunluğu bu iki nöqtə arasında məsafəyə deyilir. Parçanın uzunluğu ölçü vahidləri millimetr, santimetr, desimetr, metr, kilometr və s. Bu parçadır. İndi parça üzərində, əgər düz xətt üzərində n nöqtə varsa, n vurulsun, n çıxılsın, 1 bölünsün 2 parça var. Parça üzərində, düz xətt üzərində n nöqtə varsa, n vurulsun, n çıxılsın, 1 böl 2 parça var. Məsələn, düz xətt üzərində 5 dənə nöqtə var. Parçaların sayı 5 vurulsun 2 düsturuyla tapılır. Bərabərdir 10. Demək, indi parça üzərində dedik ki, düz xətt üzərində n nöqtə varsa, n vurulsun, n çıxılsın, 1 bölünsün 2 də parçaların sayı var. Baxın, bu parça üzərində, nöqtələrin sayı, məsələn, bu nöqtələrin sayı var. AB-dən kiçik neçə dənə parça var deyirsə, həmin nöqtələrin sayından 1 çıxacaq. Məsələn, nöqtələrin sayı 7 olduqda, AB-dən kiçik neçə dənə parça var deyərik. 7 vurulsun, 7 çıx 1 böl 2. Parçaların sayıdır, amma AB-dən kiçik olanda 1 çıxacaq. Bərabərdir
7-dən 1 çıxanda 6, 6-yı 7-yə böləm 42, 2-yə böləm 21, 20 dənə nə var burada? Parça sayı var. Sonra bucaq. Bucaq bir təpədən, yəni ortaq təpəli iki şuanın əmələ gətirdiyi fiqura bucaq deyilir. Ortaq təpəli iki şuanın əmələ gətirdiyi fiqura bucaq deyilir. Bucağın növləri var 5 cür. Birinci iti bucaq, ikinci düz, üçüncü bucağımız olacaq kör, dördüncü bucağımız açıq, beşinci bucağımız tam bucaq. İti bucaq 90 dərəcədən kiçik olur. İti bucağımız 90 dərəcədən kiçikdir. Düz bucağımız 90 dərəcəyə bərabərdir. Kör bucağımız 90-dan böyük, 180-dən kiçik. Açıq bucağımız isə 180 dərəcəyə bərabərdir. Tam bucaq 360 dərəcədir. Demək, iti bucağımız 90 dərəcədən kiçikdir. Yəni 0 dərəcə ilə 90 dərəcə arasındadır alfa bucağımız. Kör bucağımız isə 90 ilə 180 arasındadır. Düz bucaq konkret bir qiymət var 90 dərəcədir. Açıq bucağın konkret qiyməti 180 dərəcədir. Tam bucağın konkret qiyməti 360 dərəcədir. Bəs bucağın daxili şüası var. Məsələn, bucağın başlanğıcından hər hansı bir daxili oblastına yerləşən düz xəttə daxili şüa deyilir. Daxili şüa ilə, baxın, daxili şüa, bura alfadır, bura betadır. Bütöv bucaq A, O, B bucağı, bucaq A, O, B bərabərdir alfa üstəgəl betaya. Amma bucağın təpəsindən çıxıb bucağı yarıya bölən şüa tən böləndir. Tən bölən bu bucaqla bu bucağı yarıya bölür. A, O, B. Bucaq A, O, B bərabərdir 2 alfa. Daxili şüa bucağın daxilindən yerləşir, təpəsindən çıxıb daxili hissəsində yerləşir, amma tən bölən deyil. Tən bölən olanda isə bucağı tən yarıya bölür. Bucağın ölçü vahidləri dərəcə ilə ölçülür, bir də radianla ölçülür. Dərəcə ilə ölçülür və radianla. Dərəcə neçədir? Demək, 1 dərəcəmiz bərabərdir 60 dəqiqə. 1 dəqiqəmiz bərabərdir 60 dərəcə. Baxın, 1 dərəcəmiz 60 dəqiqədir. 1 dəqiqəmiz 60 saniyədir. Məsəl üçün, tutaq ki, mən yazıram ki, 73 dərəcə çıxılsın 55 dərəcə 49 dəqiqə. Sonra 30 saniyə. Bunu nə edəcəm? Baxın, bu 73-ün birini xırdalayacağım. 72. Bu 1 dərəcəmiz, baxın, 60 dənə dəqiqədir. İndi 60-ın birini xırdalayanda olacaq 59 dənə bundan. Demək, bir dənə bu, 60 dənə bu deməkdir. Demək, 72 dərəcə 59 dəqiqə 60 saniyədən çıxacam bunu. 55, 49, bu da 30 dərəcə. Çıxanda 60-dan 30-u çıxıram 30, 59-dan 49-u çıxıram 10. Bunlar dərəcələrdir. 12-dən 5-i 7, burada qaldı 6-dan da 5-in 1. Demək, 17 dərəcə 10 dəqiqə 30 saniyə.
Bu da bucaqdır. Məsəl üçün, bir də uşaqlar baxın. Bizim bucaq verilib, bax belə bir bucaq. Buradan da şüalar çəkilir. Deyir, burada neçə dənə bucaq var. Baxın uşaqlar, neçə dənə düz xət var? 1, 2, 3, 4, 5, 6. Düstur budur. Parça düsturu ilə bu düstur eynidir. N vurulsun, N çıxılsın 1, bölünsün 2. Yəni bərabərdir. 1, 2, 3, 4, 5, 6. 6 vurulsun 5, böl 2. 15. Demək, burada 15 dənə nə var? Bucaq var. Demək, bucaqdan danışdıq, bucağın növlərini danışdıq. Və düz xətlər, biz dedik ki, bayaq danışanda düz xətlər kəsişir. Və kəsişəndə burada 4 dənə bucaq əmələ gəlir. Görür, 4 dənə bucaq əmələ gəlir. Bucaq 1 ilə bucaq 3 qarşı-qarşıya durub, bucaq 2 ilə bucaq 4 qarşı-qarşıya durub. Demək, bucaq 1 ilə bucaq 3 qarşılıqlı bucaqlardır. Bucaq 2 ilə bucaq 4 də bir-birindən qarşılıqlı bucaqlardır. Və qarşılıqlı bucaqlar bir-birinə bərabərdir. Demək, qarşılıqlı bucaqlar bir-birinə nədir? Bərabərdir. Bərabərdirsə, demək, bura bir-birinə bərabərdir. Onda bu bucaqla da bu bucaq bərabərdir. Bucaq 3 və bucaq 2. Bucaq 4 və bucaq 1. Bucaq 3 və bucaq 4. Bucaq 2 və bucaq 1 qonşu bucaqlardır. Bax, bu bununla qonşudur, bu da bununla qonşudur, bu bununla qonşudur, bu da bununla qonşudur. Demək, qonşu bucaqların cəmi də 180 dərəcədir. Demək, qonşu bucaqların cəmi neçə dərəcədir? 180 dərəcə. Məsəl üçün, belə bir bucaq verilib. Bura 60 dərəcədir. Bura 120 dərəcədir. Çünki ikisinin cəmi nə qədərdir? 180. Onda burada 60'dır. Burada 120 dərəcədir. Bura 60, bura 60. Bura 120, burada 120 dərəcədir. Qonşu bucaqların cəmi 180-dir. Qarşılıqlı bucaqlar da bərabərdir. Belə bir misal da yazaq. Məsəl üçün, deyir, qonşu bucağın biri o birindən 2 dəfə çoxdur. Məsələn, bura x-dırsa, bura 2x-dır. Deyir, bu bucaqları tapın. Məsəl üçün, mən bilirəm ki, qonşu bucaqların cəmi 180 dərəcədir. 3x bərabərdir 180 dərəcə. X da bərabərdir 180-i böləcəm 3-ə. X da bərabər 60 dərəcə. Demək, bu 60 dərəcədir. Bu da olacaq 120 dərəcə. Bucaqlar bir də uyğun tərəf, iki düz xət paralel, düz xətlər qarşılıqlı vəziyyətinə bax. Düz xətlərin qarşılıqlı vəziyyəti, düz xətlər dedik 3 cür olur. Biri paraleldir, kəsişmirlər. Bir də üst-üstə düşürlər. Bir də kəsişirlər. Və kəsişəndə 90 dərəcəli bucaq əmələ gətirirsə, bu olur perpendikulyar düz xətlər. Bu A-dır, bu da B-dir. A perpendikulyardır B-yə. Əgər kəsişəndə 90 dərəcəli bucaq əmələ gətirirsə, belə düz xətlər perpendikulyar düz xətlər deyilir. Belə düz xətlərə isə A paralel B düz xətləri deyilir. Demək, baxın uşaqlar,
Düz xətlər dedik ki, kəsişəndə kəsişirlər. 4 dənə bucaq əmələ gətirirlər dedik. Bəzi kitablarda bunu alfa, beta kimi işarə olurlar. Mən elə 1-2 yazıram. Baxın, bu alfa ilə beta ilə də yazım. Alfa üstə gəl beta bərabər 180 dərəcəyə. Alfa ilə betanın cəmi 180 dərəcədir. Alfa alfaya bərabərdir, beta betaya bərabərdir. Baxın, bu qarşılıqlı bucaqlar dedik. Bunlar da qonşu bucaqlardır. Qarşılıqlıdır, bunlar qonşudur. Demək, qarşılıqlı bucaqlar verilib və tənbölən dedik. Yox, biz bucağın tənböləni keçəndə mən dedim ki, tənbölən tərəfi yarıya, bucağın yarıya bölür. İndi bu bucağın tənböləni budur. Baxın. Bu bucağın da tənböləni budur. Demək, iki qarşılıqlı bucağın tənbölənləri arasındakı bucaq 180 dərəcədir. Demək, qarşılıqlı bucaqların tənbölənləri arasındakı bucaq 180 dərəcədir. Baxın, bax, bu vacib məqamdır. Bunu yadınızda saxlayın. Demək, biz dedik ki, qarşılıqlı bucaqların tənbölənləri arasındakı bucaq 180 dərəcədir. Baxın, bəs qonşu bucaqların tənbölənləri arasındakı bucaq, daşba bu qonşu bucaqdır. Bunun tənbölənləri arasındakı bucaq 90 dərəcədir. Demək, qonşu bucaqların tənbölənləri arasındakı bucaq isə 90 dərəcədir. Suallarda konkret verirlər. Qarşılıqlı bucağın tənbölənləri arasındakı bucaq neçə dərəcədir? 180. Qonşu bucaqların tənbölənləri arasındakı bucaq isə o da 90 dərəcəli bucaqdır. Bu qayda da verilir. Tapşırıqda qayda kimi verilir. Məsələn, belə bir qonşu bucaqların demək tənbölənlər arasında bucaq dedik neçə dərəcədir? 90 dərəcədir. Məsələn, 2 dənə paralel düz xətdir. İndi bir dənə də kəsən düz xət çəkdim. Bu da C kəsən düz xətdir. Bu zaman 8 dənə bucaq əmələ gəlir. 1, 2, 3, 4, 5, 6, 7, 8. 2 düz xəttin kəsənlə əmələ gətirdiyi, 2 paralel düz xəttin kəsənlə əmələ gətirdiyi bucaqlar 8 dənə bucaq əmələ gətirir. İndi bu bucaqlarda şəklə əsasən, indi ola bilsin ki, bəzi şəkillərdə bunu alfa ilə beta ilə veriblər, amma mən rəqəmlərlə yazdım deyənə, baxın uşaqlar. Bucaq 3 bərabərdir bucaq 2-yə. Bucaq 6 bərabərdir bucaq 5-ə. Bunlara deyirlər uyğun bucaqlar. Baxın, bucaq 3 ilə bucaq 2-dir. Bucaq 6 ilə bucaq 5. Məsələn, bucaq 7, bucaq 8, bucaq 1, bucaq 4. Bunlara deyirlər uyğun bucaqlar. Və uyğun bucaqlar bərabərdir. O bərabərlik hardan gəlir? Çünki bunlar qarşılıqlı bucaqlardır. Biz dedik ki, qarşılıqlı bucaqlar nədir? Bərabərdir. Bu qarşılıqlı bucaqlar da nədir bir-birinə? Bərabərdir. Uyğun bucaqlar demək bir-birinə bərabərdir. Sonra yenə həmin mən düz xətti çəkim. Burada paralel düz xətti. Sonra buradan daxili çarpaz. Bucaq 4 və bucaq 5. Daxildən çarpazdılar. Bucaq 3 və bucaq 6. Daxildən çarpazdılar. Bunlar da bir-birinə bərabərdilər. Bucaq 3 ilə bucaq 6, bucaq 4 ilə bucaq 5 bir-birinə bərabərdir. Buna deyirlər daxili çarpaz bucaqlar. Necə bucaqlar? Demək, daxili çarpaz bucaqlar. Daxili çarpaz bucaqlar bərabərdir.
Sonra gəlir xarici çarpaz bucaqlar. Xaricdən çarpazdılar. Baxın, indi xaric nə deməkdir? Düz xəttin kənarı deməkdir. Xarici çarpaz bucaqlar. Baxın, bucaq 1 ilə bucaq 8. Bucaq 7 ilə bucaq 2. Buna deyirlər xarici çarpaz bucaqlar və xarici çarpaz bucaqlar da bərabərdir. Bunlara deyirlər daxili bir tərəfli bucaqlar. Məsələn, bucaq 4 və bucaq 6. Bucaq 3 və bucaq 5. Bunlara deyirlər daxili bir tərəfli bucaqlar. Və daxili bir tərəfli bucaqların cəmi 180-dir. Yəni 4 ilə 6-nın, 3 ilə də 5-in cəmi nədir? 180 dərəcədir. Bu qaydaları bilmək lazımdır ki, uşaqlar. Məsəl üçün, mən buraya yazsam ki, bucaq 3 bərabərdir 40 dərəcə. Onda hamısını tapacam mən. Necə tapacam? Bucaq 3 40-dırsa, bucaq 2 də 40-dır. Məsəl üçün, əgər bucaq 3 40-dır, bucaq 2 də 40-dır. Ondan bucaq 7 də bərabər 40 dərəcəyə. Bucaq 6 da bərabərdir 40 dərəcəyə. Sonra bucaq 1 bərabərdir. Əgər bura 40-dırsa, bura 140 olacaq. Bucaq demək, bucaq 1 oldu 140. Bucaq 4 də 140-dır. Çünki qonşu bucaqlardır. Sonra bucaq 5 də bərabərdir 140 dərəcə. Bucaq 8 də bərabər 140 dərəcə. Yəni bir bucaq verildisə, digərlərini tapmaq daha rahatdır. Bu da oldu uyğun bucaqlar, xarici çarpaz bucaqlar, daxili çarpaz. Bir də uşaqlar, uyğun tərəfləri paralel və perpendikulyar olan bucaqları var. Məsəl üçün, baxın, 2 dənə bucaq çəkirəm. Buna deyirlər alfa bucağı. Bu da olsun alfa bucağı. Uyğun tərəfləri paraleldir. Bax, bunu ilə bu paraleldir. Bunu ilə də bu paraleldir. Uyğun tərəfləri paralel olan bucaqlar ya bərabərdir, ya da cəmi 180 dərəcədir. Eyni adlıdırsa, uşaqlar, eyni adlı deyirsə, demək bunlar bərabərdir. Məsəl üçün, bura 60 dərəcədirsə, bu da 60 dərəcədir. Eyni adlıdırsa. Amma eyni adlı deyilsə, müxtəlif adlıdırsa, onda cəmi 180-dir. Məsəl üçün, birin verib alfa bərabərdir 40 dərəcədirsə, o birisi beta bərabər olacaq 140 dərəcə. Çünki ikisinin cəmi 180 dərəcədir. Bu uyğun tərəfləri perpendikulyar olan bucaqlara da aiddir. Uyğun tərəfləri perpendikulyar olan bucaqlar ya bərabərdir, ya da onların cəmi 180 dərəcədir. Bu da eyni adlı deyirsə, baxın, eyni adlı deyirsə bərabərdir. Müxtəlif adlı deyirsə isə, baxın, bunlar perpendikulyardır. İndi bu iti bucağa oxşayır. Baxın, bu da kör bucağa oxşayır. Ona görə alfa üstə gəlinsin beta bərabər olacaq 180 dərəcə. Eyni adlı bucaqlar perpendikulyar olanda cəmi ya 180-dir, ya da bir-birinə bərabərdir. Eyni adlıdırsa bərabərdir. Bax, bunu yadınızda saxlayın, şərtə fikir verin. Məsəl üçün, sizə sual verə bilər ki, uyğun tərəfləri paralel olan bucağın biri 50 dərəcədir, o birilərini tap. 50 də ola bilər, 130 da ola bilər. Çünki burada eyni adlı sözü demir. Ona görə həm 50 götürürük, həm də 130. Amma tapşırıqda eyni adlı söz varsa, neçə dərəcəli bucaqdırsa biz onu da götürməliyik.
Bucaqla bağlı bəzi düsturlar var, bəzi. Məsələn, belə bir hazır düstur var. Məsəl üçün, belə ziqzaq formasında. Bura alfadır, bura betadır, bu olsun qamma. Bu x-dir, bu da y-dir. Alfa üstəgəl beta üstəgəl qamma bərabərdir x üstəgəl y-ə. Yəni, baxın, bu içəri tərəfdəkilər çöldəki tərəflərin cəminə bərabərdir. Sonra belə bir bucaqla bağlı, belə bir, bura alfadırsa, bura x-dir, bura da y-dir. X üstəgəl y bərabər alfaya. Bu da digər bir bucaqla bərabər bağlı olan bir düstur var. Ondan sonra bir başqa düstur var. Baxın, belə bir düstur var. Baxın, belə bir düstur var. Bura alfa qoyuram, bura beta qoyuram, bura da qoyuram qamma. Şərtə görə alfa üstəgəl beta üstəgəl qamma bərabər 360 dərəcəyə. Ondan sonra, məsələn, cürbəcürdür, bucaqla bağlı düsturlar cürbəcürdür. Məsələn, belə bir düstur var. Baxın, belə bir bucaq var. Tutaq ki, görün neçə dənə bucağa ayrılıb bu. Baxın, bir təpə burada olar, bir təpə burada olur, bir də burada olur, bir də burada, bir də burada. İndi bu bucaqlarda, məsəl üçün, bura alfadır. Bura tutaq ki, x, y, alfa, beta, bir də qamma. Belə bir bucaq var. Hamısının cəmini toplasam, bu x üstəgəl y, üstəgəl alfa, üstəgəl beta, üstəgəl qamma. Bucaqları mən elə çəkmişəm ki, bucağa oxşamır, amma bucaqdır elə bilim bunlar. Bərabər olacaq 180 dərəcə vurulsun qaydasıdır bu düstur. 5-dən 1-ni çıxacam. 5 dənə bucaq var, 5 çıxılsın 1. Əgər burada 4 dənə bucaq olsa, 4 çıxılsın 1 yazacaq. O da bərabərdir 720 dərəcə. Baxın uşaqlar, bucaqla bağlı bu qədər. Bir də bu bucaq bölməsində suallar düşür sizə. Dəqiqə və saniyə əqrəbi arasındakı bucaq. Belədir bu. 11D bu moduldur. Çıxılsın 60S bölünsün 2. Bax, saatın dəqiqə əqrəbi ilə saniyə əqrəbi arasındakı bucaq belə tapılır. Bu, bəzi kitablarda belə də yazılır. Alfa bərabərdir 60S çıx 11D böl 2. Onsuz da moduldur deyənə əhəmiyyəti yoxdur. İstəyir belə yazılsın, istəyir belə yazılsın. Baxın uşaqlar, bir də adətən, baxın bu saat var. Saat 12 bərabər hissəyə bölünür, siz bilirsiniz. Hər bir saatın arası eyni bucaqdır. Cəmi 360 dərəcədir deyənə. Hər bir saat, bu 12-dirsə 1, 2, 3, 1 ilə 2-nin, 2 ilə 3-ün, 3 ilə 4-ün, 4 ilə 5-in, 5 ilə 6-ın arasındakı bucaq 360 dərəcəni bölüləm 12-yə bərabərdir 30 dərəcəyə. Elə də 30 dərəcə. Hər bölgünün arası 30 dərəcədir. Bugünkü dərsimiz də bu qədər. Sağ olun uşaqlar, növbəti videoda görüşərik.